Masallı rayon ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartları və mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub. Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Hüseyn İbrahimov saxlanılıb. Araşdırmalar zamanı onun paytaxtın Nizami, Sabunçu və Səbail rayonlarında da analoji talama cinayətləri törətdiyi müəyyən edilib. Belə ki, Hüseyn İbrahimov qeyd edilən rayonların ərazisində 5 obyektdən və 1 avtomobildən pul, mobil telefon, eləcə də digər qiymətli əşyalar oğurlayıb. Saxlanılan şəxsin paytaxt ərazisində talama niyyəti ilə əlavə 2 avtomobilin şüşəsini sındırdığı, müxtəlif vaxtlarda qaçırdığı Vaz markalı maşınlarla isə qəza törədərək hadisə yerindən yayındığı müəyyən edilib. Masallı rayonunda yerləşən Təzə Bazar dairəsindən əvvəllər də oğru eləmişəm. Axırıncı oğurluğum 9000 pul olub. Dükkandan götürmüşəm həmin pulu. Pulu xərcləyib qutarandan sonra başladım Bakı şəhərində tanımadığım müxtəlif qəsəbələrində oğurluq eləməyə, həmçinin maşınlarla şəhərin sınırları içinə girirdim. Spirtli içki, pul, yəni əlimə telefon nə keçsə əlimə yığırdım, üstümə çıxırdım. Yəni belə oldu ki, yəni hasarı üstündə olan 2 dənə maşın rast gəldi. Yəni fərqli günlərdə onları da götürdüm, sürdüm, əzdim, hadi əzilirdi, atırdım, qalırdı orada, çıxıb gəlirdim. Saxlanılan şəxsin digər analoji hadisələrdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.